Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Mehmet Akif Ersoyun İstiqlal Marşı əsərindən danışacaq. Bildiyiniz kimi İstiqlal Marşı Türkiyə Cumhuriyyətinin himnidir və bu şeir həqiqətən çox şəhanədir. Demək, Türkiyə Cumhuriyyətinin himni üçün keçirilmiş müsabiqədə qalib gəlmiş bir şeirdir və Mehmet Akif Ersoy ayrılmış mükafatı da götürməyib. İstiqlal Marşından danışmağa başlamamışdan qabaq onu xatırlatmaq istəyirəm ki, bizim orta məktəb ədəbiyyatında da dərsliyində, ədəbiyyat dərsliyinə ümumiyyətlə türk şairlərinin, yazıçılarının əsərlərinin salınmasına ehtiyac var. Cəmi bir şeir öyrənirik. Bu da qardaş xalqın ədəbiyyatını bizim bələd olmamıza imkan vermir. Biz eyni xalq olduğumuz üçün, bir millət, iki dövlət olduğumuz üçün və gözəl ədəbi nümunələr olduğu üçün Türk ədəbiyyatında onlardan dərsimizə salınmasını məqsədə uyğun hesab edirəm. Şeir əruz vəznində yazılıb, rəməl bəhrindədir, təfilələri fəilatun, 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 fəilun. Bizim ədəbiyyatımızda az görünən bir haldır. Bənddə bütün misallar bir-biri ilə həm qafiyədir. Gördüyünüz kimi, birinci bənddə 4A, ikinci bənddə 4B şəklində yazmışam. 10 bənddən ibarət bir şeirdir. Sonuncu bənd 5 misradan ibarət. Burada görürsünüz ekranda sol tərəfdə Azərbaycan türkçəsinə uyğunlaşdırılmış variantdır. Sağ tərəfdə isə şeirin əslidir. Mən şeirin əslindən oxuyacağım. Çünki Azərbaycan türkçəsinə uyğunlaşdırılanda əruz vəzninin tələbləri bəzi yerlər pozulur. Əvvəlcə şeiri səsləndirmək istəyirəm. Sonra şeirin məzmunu ilə orada bəzi mənası çətin anlaşılan sözlər haqqında danışarıq. Həm də şeirin ümumi məzmunundan tanış olaq. Əvvəlcə şeirin özü ilə tanış olaq. Qorxma. Sönməz bu şafaqlarda yüzən al sancaq. Sönmədən yurdumun üstündə tütən ən son ocaq. O benim milletimin yıldızıdır, parlayacaq. O benimdir. O benim milletimindir ancaq. Satma qurban olayım çöhrəni, ey nazlı hilal. Kahraman irqıma bir gül. Ne bu şiddet, bu celal. Sana olmaz tökülən qanlarımız sonra helal. Hakkıdır, hakka tapan milletimin istiqlal. Ben ezelden beridir hür yaşadım, hür yaşarım. Hançı çılgın bana zincir vuracakmış, şaşarım, kükremiş sel kibiyim. Bendimi çiğner, aşarım, yırtarım dağları. Enginlere sığmam, daşarım. Qərbin afaqını sarmışsa çelik zırhlı duvar, benim iman dolu köksüm kimi, sərhəddim var. Ulusum, qorxma, nasıl böyle bir imanı boğar, medeniyet dediğin tek dişi kalmış canavar. Arkadaş, yurduma alçakları uğratma sakın. Siper et gövdəni dursun bu həyasızca akın. Doğacaktır sana vaat ettiği günler hakkın. Kim bilir, belki yarın, belki yarından da yakın. Bastığın yerleri toprak diyerek, keçme, tanı. Düşün altındaki binlerce kefensiz yatanı. Sen şehit olursun. İncitme, yazıktır atanı. Verme dünyaları alsan da bu cennet vatanı. Kim bu cennet vatanın uğruna olmaz ki feda? Şühada fışkıracak torpağı sıksan şühada. Canı cananı bütün varımı alsın da Xuda. Etmesin tek vatanımdan beni dünyada cüda. Ruhumun senden ilahi. Şudur ancaq əməli. Dəqiməsin məbədimin köksünə naməhrəməli. Bu əzanlar ki şəhadətləri dinin təməli, əbədi yurdumun üstündə mənim inləməli. O zaman vəzlə bin səzdə edər varsa taşım, hər cərahimdən ilahi, hər cərihamdan ilahi, boşanıb qanlı yaşım, fışqırır ruhi mücərrət kimi yerdən nəşrim. O zaman yüksələcək arşa qədər, bəlkə başım. Dalğalan, sən də şəfəqlər gibi ey şanlı hilal. Olsun artık dökülen kanlarımın hepsi helal. Ebediyen sana yok, ırkıma yok izmihlal. Hakkıdır, hür yaşamış bayrağımın hürriyet. Hakkıdır, hakka tapan milletimin istiqlal. Biz bilirik ki 20-ci əsrin əvvəllərində bu Osmanlı imperiyası
süquta uğramışdı. Çünki onun tərəfdaş olduğu müttəfiqləri Birinci Dünya müharibəsində məğlub olmuşdu və ondan sonra Osmanlı imperiyasının parçalanması məsələsi gəlib ortaya çıxmışdı. Qarşı tərəf İngiltərəsi, Fransası, Yunanistanı, İtaliyası yox. Hamısı Osmanlı imperiyasını parçalamaq, bölmək istəyirdilər öz aralarında. Biz tarixdən bilirik ki, əslində bu torpaqlar əvvəlcə Yunanların, deyək ki, Romalıların olub. Biz Bizanslıların olub. Biz o torpaqları, yəni türklər o torpaqları onların əlindən alıb özlərinə vətən ediblər. Və bu, deyək ki, intiqam hissi, nifrət hissi, qəzəb hissi türklərə qarşı bu Avropalılarda, xristianlarda durur. Və o dövrdə də az qalmışdı ki, Türkiyəni, yəni Osmanlı imperiyasını, türklərin yaşadığı yurdu, Anadolunu öz aralarında bölsünlər. Böyük Atatürk'ün, necə deyərlər, Allahın böyük Atatürk'ü türklərə lütf eləməsinin nəticəsi olaraq, onun başçılığı altında birləşən türklər düşmənləri öz torpaqlarından qovub çıxardır. İndiki Türkiyə ərazisini. Düzdür, Osmanlı imperiyası böyük idi, amma bu hissəni əllərində qoruyub saxlaya bilmişlər. Şair də bu mücadiləni sanki vəsf edib. Əvvəlcə Misra, birinci Misra bayrağa müraciətən, qırmızı bayrağa müraciətən başlayır, deyir, qorxma. Daha doğrusu müraciəti yox, elə bir ki, xalqa müraciətən başlayır ki, deyir, qorxma, bu göydə gördüyünüz, yəni göydə süzən, havada süzən, səmada süzən al bayraq sönməz. Əgər o vaxta qədər sönməz ki, bu yurtda deyir, bir dənə ocaq yanırsa, bir ev varsa, o bayraq orada yüksələcək. O bayraq deyir, mənim xalqımın ulduzudur, parlayacaq. O, mənim millətimindir. Yəni, onu indirmək mümkün deyil. Böyük Məmməd Əmin Rəsulzadə də necə deyir, bir kinə yüksələn bayraq bir daha enməz. Sonra ikinci bənddə Nazlı Hilala, yəni qövs şəklində olan yarım aya müraciət edir. Deyir ki, çatma qurban olayım çöhrəni, yəni üzünü turşutma günə. Sən deyir, bizim bu qəhrəman xalqımıza bir gül, yoxsa deyir, bu his, bu cəlal deyir, nədir? Yoxsa deyir, sənə deyir, tökülən qanlarımız halal olmaz. Əgər sənin üzün gülməsə, belə qaşqabaqlı olsan, biz sənin üçün deyir, tökdüyümüz bu qanlar halal olmaz. Mənim deyir, xalqımın haqqa tapan, haqqa inanan, xalqımın istiqlal, azadlıq haqqıdır. Mən deyir, əvvəldən bəridir, lap əvvəldən azad yaşadım, azad yaşayaram. Heç bir dəli mənə zəncir vura bilməz. Vurmaq istəsə, çaşaram deyir. Mən coşmuş sel kimiyim, bəndimi, yəni bəndlərimi çiyniyərəm, deyir, aşaram, deyir, dağları yırtaram, sonsuzluqlara, ənginliklərə sıxmam, daşaram, deyir. Çox da ki, deyir, qəribin silahı var, zirehi var. Mənim, deyir, onun qarşısında durmağa iman dolu bir sərhəddim var ki, onu o zirehin qarşısına qoyaram. Qorxma, deyir, xalqım. Nasıl böyle bir iman sahibini boğa bilərdir bu mədəniyyət dediyin tək dişi qalmış canavar. Yəni Avropa mədəniyyəti nətərdir bizi boğa bilər. Dostum deyir, arkadaş, yurduma alçaqları uğratma sakın. Alçaqları yurduma girməyə qoyma. Sipər et gövdəni, qoy deyir, dursun bu həyasızca axın. Doğacaqdır sənə vəd etdiyi günlər haqqın. Allah deyir, sənə vəd edib ki, bir gün sən qələbə qazanacaqsan. Sən haqq, yəni üzülməz, nazilər üzülməz. O deyir, ya ola bilər sabah, bəlkə sabahdan da yaxın. Sən bastığın yerləri torpaq hesab edib deyir, keçmə. Düşün altında deyir, minlərcə kəfənsiz yatmış şəhidi. Sən özün də şəhid olsan. Ya baban şəhiddir, ya oğlu baban şəhiddir. İncitmə, yazıqdır atan. Yəni torpağına düşmən əyağını dəyməyinə imkan verib onu incitmədi. Vermə dünyaları alsan da bu cənnət vətən. Kim bu cənnət vətənin uğruna olmaz ki fəda? Cənnət vətəndədir, kim var kidir, qurban olmaz. Şühəda, şəhid fışqırar, deyir, torpağı sıxsan, şəhidlər fışqırar. Yəni torpağın altıdır,
Hamısı şəhiddir. Canı, cananı, bütün varımı alsın da Xuda. Hər şeyimi deyir alsın. Amma məni vətənimdən ayrı eləməsin. Ruhumun Allah Taala, ey Allah Taala deyir, səndən birdir. Bizcə də nə deyir? İstəyi var. Dəyməsin deyir məbədimin köksünə naməhrəmə. Mənim burada məbədi vətən kimi də başa düşmüyorlar, amma məscidlər kimi də başa düşmüyorlar. Mən hər iki anlamda anlayıram. Yəni elə vətən özü bir məbəddir və yaxud da ki, ibadət etdiyimiz məscidlərimiz bir məbəddir. Köksünə deyir onun naməhrəmin əli dəyməsin. Bu azanlar ki deyir, şəhadətləri dinin təməli, bu azanlar ki deyir, bizim deyir İslam dininin şəhadətidir, şahidləridir. Əbədi yurdumun üstündə mənim dinləməli. Yəni Allahdan başqa Allah yoxdur deyib, mən şahidlik edirəm Allahdan başqa Allah yoxdur, Məhəmməd Peyğəmbər onun rəsulu və quludur. Bizim azanda bu sözlər ki deyilir. Yəni bunlar deyir, mənim yurdumun üstündə əbədi dinləməlidir. O zaman ki deyir, 1000 dənədir, o zaman vəclə, yəni həvəslə səzdi edər, deyir, mənim daşım ki deyir, torpaq. Mənim deyir, yaralarımdan deyir, oradan qan çıxmaz. Deməli, bu torpaq uğrunda deyir, o qədər qan axıtmış ki, yaralarımızdan deyir, qan çıxmaz. Da qan qalmıyor, boşalıb. Bizim deyir, torpaqdan cismimiz qalmıyor, deyir, ruhumuz deyir, meyidimiz, cismimiz, yəni meyid olan cismimiz deyir, ruh kimi deyir, torpaqdan fışqırar. Zaten deyir, orada qan qalmıyor ki. O zaman deyir, yüksələrdir hətta ərşə, bəlkədir başım. Yəni bizim torpağın altı da, üstü də torpağı üçün canını verən insanlarla doludur. Torpağın altı da, üstü də. Yəni onlar deyir, ərşə qədər yüksələr. Dalğalan sən də şəfəqlər kimi, ey şanlı. Yenə Hilala o yarımaya müraciət edir. Deyir ki, sən də şəfək kimi dalğalan. Elə bayrağın üstündə. Olsun artıq tökülən qanlarımın hamısı halal. Bizim deyir, bu torpaq üçün tökdüyümüz qanlar hamısı deyir, sənə halal olsun. Əbədiyyən sana yox, irqıma yox, izmihlal. Mən deyir, xalqımın və bayrağımın məhv olması deyir, əbədiyyən mümkündür. Yəni, mümkünsüz bir şey ki, məhv ola. Haqqıdır hür yaşamış bayrağımın hürriyyət. Azad yaşamış bayrağımın azaddır. Haqqıdır millətimin deyir, haqqa tapan millətimin azadlığı haqqıdır. Bu, həqiqətən bu şeiri yaradan xalqın övladı. Yəni, belə bir sanki xalqın köksündən yaranmış bir şeirdir. Bu şeiri yaradan bir xalqı əsir eləmək, köl eləmək, onun vətənini əlindən almaq mümkün deyil. Biz də bir millət, iki dövləti olduğumuz üçün sanki elə bilirəm ki, bu bizim ruhumuzun şeiridir. Təkcə Türkiyənin yox, Azərbaycan türkünün də ruhunun, qəlbinin səsidir. Zaten biz onsuz da eyni xalqıq və bir böyük xoşbəxtlikdir ki, biz yəni şeiri orijinaldan bu cür oxuyuruq, başa düşürük. Əgər başa düşdüyümüz bir şeir ki, bu cür oxuyub başa düşürük demək, o həm də bizim ədəbiyyatımızın nümunəsi. Ədəbiyyatın hansı xalqa məxsusluq onun dili ilə müəyyən olunur ki, və mən də bu şeiri bu cür oxuyub anlayıramsa, heç bir problem yaşamıramsa, 100 il bundan qabaq yazılmış bir şeiri bu cür rahat anlayıramsa, deməli, biz gerçəkdən eyni xalq, eyni millətik, eyni mədəniyyətik, eyni ruhuq, eyni mentalitetik. Dəyərli izləyicilər, bu şeirin anlaşılmasında sizə bir faydam toxundusa, mənim üçün nə mutlu diqqətinizə görə təşəkkür edirəm.